Salam qızlar, yeni videoma xoş gəlmisiniz. Bu mənim ilk səsli videomdur, çünki istəmədim ki, bu dəfə fikirlərimi yazaraq ifadə edim. Deməli, baxdım ki, telefonumda nişana aid həddindən çox video var. Dedim ki, mən bunları niyə bir vlog şəklində paylaşmıram? Tam ürəyim istədiyim kimi bir şey olmadı, amma yenə də paylaşmaq istədim ki, hesabımda qalsın. İnşallah ki, siz bəyənərsiniz. Deməli, ilk olaraq üzük seçimindən başladıq. Üzük üçün Moskva Univermağına getdik. Orada həddindən çox çeşid var idi, əlbəttə ki, amma mənim əvvəldən də, sonra da ağlımda sadəcə bu modeli qaldı və elə bunu da seçdik. Bundan əlavə günlük sırğa və qolbaq da seçdik, amma onları çəkməmişəm təəssüf ki. Sonra oradan Saadət xanımın ateliyesinə gəldim geyimimi primerka üçün. Buradan da bir iki kadr çəkmişəm, onu da əlavə etmək istədim. Geyimi lap əvvəldən Pinterestdən seçmişdim və ağlımda başqa bir modeli yox idi, ona görə də bunu seçmişdim. Kilo cəhətdən biraz daha incə olsaydım, bəlkə daha qəşəng görünərdi, amma yenə də çox bəyənmişdim. Burada artıq astarını və özünü görürsünüz. Demək olar ki, əsas hissəsi tamamlanıb. Qol hissəsi də taxıldı ki, uzunluğu ölçülsün. Bu arada iki daşın arasında gedib dodaq dolgusu da etdirdim. Çoxdan da istərdim. 0,5 qram elədim mən. İstəsəz bu haqda başqa bir videoda ətraflı danışaram. Oradan yenə gəldim Saadət xanımın yanına və son olaraq geyimimi geyindim ki, nəsə əskiklik ya da artıqlıq varmı, varsa düzəldilsin. Onu da götürdüm, qayıdıram evimizə. Yoldan da bəzi lazımi şeyləri aldım. Oradan da Vitana, Zaqatalaya gəldim. Zaqatalaya səhərə yaxın çatdıq demək olar ki, və o anı ölümsüzləşdirmək istədim. Havanın gözəlliyini, sakitliyi. Bu arada bacımgil də bizdə idi. Miraykanı da yuxudan oyatdım. Biraz əslində istəyərək oldu deyəsən. Bu da Mirkadır. Biraz istirahət edib oyandıqdan sonra bağlamalarımı açmaq istədim. Bunlar mənim xonçalıq məhsullarımdan bir ikisidir. Sadəcə ki, çatdığı üçün bayramla bağlı Bakıda gec gedib götürdüm. Ona görə də gəlib Zaqatalada açmaq istədim və belə bir video çəkmişəm. Yaxşı ki də çəkmişəm, indi buraya əlavə edə bilirəm. Bu arada bunu da qeyd edeyim ki, mən hər hansı bir mağazaya getməmişəm xonça alış-verişi üçün. Mənim üçün istədiyim hər şeyi Trendyoldan vurmuşam. Sadəcə ayaqqabıları falan, bir də bəzi kosmetik məhsulları gedib Rossmann və digər ayaqqabı mağazalarından almışam. Bunu da qeyd edeyim ki, sırf xonça üçün hər hansı bir bahalı brendə, sırf xonçada qəşəng görünsün deyə bahalı brend məhsulları pul verməmişəm və bunun çox mənasız olduğunu düşünürəm. Əlbəttə ki, zövqlər və fikirlər fərqlidir. Uyğun qiymətə məncə tam istədiyim kimi xonçalar hazırlandı. Əsasən xonçada rəng uyumuna fikir verdim mən. Bu arada bu kremkonun bu allığı çox yaxşıdır, pigmenti falan mükəmməldir. 15 manat falan almışam deyəsən endirimdən, amma ona rağmen çox yaxşıdır. Nəmləndiricidən hələ ki istifadə etməmişəm, çünki həddindən çox nəmləndiricilərim var. Düşünürəm ki, üzümdən sivilcə falan olanda onu da işlədərəm. İnşallah heç ehtiyac olmaz. Nəysə, bu məhsullar haqqında bu qədər. Fırçalarım və başqa bir məhsullarım da var idi. Onlar təəssüf ki, gəlib çatmadı. Nişandan sonra çatdı. Bu arada mən sizə həyətdəki bir iki gözəl kadrı göstərəyim. Ağaclar çiçək açanda hədsiz çox sevinirəm. Özüm qış ayında doğulsam da qış aylarını, payızda heç sevmirəm. Tam yəni bahar və yay qızıyam demək olar ki. Burada bizim minik soğanlarımızı göstərim. Anamla tam bir yerdə əkiblər, səhv eləmirəmsə. Və artıq başlasın hazırlıqlar. Həm Novruz bayramı, həm də Ramazan bayramı üçün hazırlıqlara başladıq. Burada bacım paxlavanın xəmirini yoğurur deyəsən və onun möhtəşəm paxlavası görünüşü mükəmməl olmasa da dadı əfsanə idi. Bacım da deyə demirəm, yemək və şirniyyat işlərində çox yaxşıdır. Bu da şəkər buraları. Bu arada bunu da qeyd edeyim ki, Zaqatala bölgəsində Ramazan və Qurban bayramlarında balaca uşaqlar belə torbalarla gəzirlər və şirniyyat, abur-cubur falan yığırlar. Gördüyünüz kimi hər cür şirniyyata rast gəlmək mümkündür. Bu mənim bayramlar içində ən sevdiyim adətlərdən birisidir və inşallah heç vaxt itməz. Adım Mirkanın olsa da dadı mənim oldu. Çünki oradakı bütün bakışları mən yemişəm. Həqiqətən çox dadlıydı. Bu video çox uzundur və mən onu kəsib bir hissəsini qoydum. Ayın 21-i gəldik şəhərdən də Balakənə keçdik. Çünki bacımın Balakəndə biraz işi var idi. Bu Balakənin Asan Xidmətin binasıdır. Buralar çox səliqəlidir həqiqətən. Bu da bayraq meydanıdır Balakəndə. Göy üzünü falan çəkmək istədim. Çox qəşəng görünürdü həqiqətən. Burada bacım bazarda alış-veriş eləyərkən mən də təbii ki də storylik bir şeylər çəkirdim hər zaman olduğu kimi. Burada bazar storun klokları və digər kloklarla artıq baş edə bilmirdik. Getdik bacımın ofisinə, orada bir dönər gömdük və oradan da yenə təzdən Araz market macərası. Market dolaşdıqdan sonra alış-verişimiz bitdi və evə qayıdırıq. Düzünü desəm bacım qayıdır, mən isə
Tırnaq üçün dırnaq ustasının yanına gedəcəm. Burada da biraz dağları falan çəkmək istədim. Burada da Faberlic reklamı. Burada əmim qızımın növbəsi olduğu üçün onu gözləyirəm və öz növbəmi gözləyirəm. Burada Çukurun mahnısı gedirdi. Ona görə storylik atırdım. Çukur asla vazgeçilmezim. Burada müəyyən bir hissəsini çəkmişəm. Kaş ardıcıllığa çəkərdim. İndi çox peşmanam. Amma video düzəltməyi gözləmirdim. Bu mən və əmim qızımın dırnaqları. Biraz şov. Sonra qayıtdıq kəndə. Hardasa axşamüstü idi. Demək olar ki 4-5 arasıydı. Buranı çəkmək istədim. Bilmirəm niyə. Yenə 1 milyonuncu dəfə dırnaqlarımı çəkirəm. Mən həmişə sadə ya da French seçirəm, çünki belə bəyənirəm. Məncə əllərimə belə yaraşır. Sonra axşamüstü səhər gedə bilmədiyimiz üçün axşamüstü qəbr üstünə getdik. Nənəmin və bəzi yaxınlarımızın qəbrini ziyarətə getdik. Axırıncı dəfə nənəm rəhmətə gedəndə getmişdim 4 il əvvəl. Allah hər birinə rəhmət eləsin. Və axşam dekor şirkəti gəldi. Dekorumuzu da qurdular. Tam istədiyim kimi idi hər şey və səhər oyandım. Gedirəm White House-a, Aynelin yanına saç makyaj üçün. Veşimi də yığmışam. Burada akım videosu çəkmək üçün ilkin halı paylaşıram. Olmazsa olmazım çay və şirniyyatlar. Demək olar ki artıq makyajım yekunlaşırdı. Tam şəklini paylaşa bilmirəm, amma əlimdən gəldiyi qədər paylaşmağa çalışıram. Makyajım məncə çox gözəl olub. Sonra keçdik saça. Əslində mən saçı ilk olaraq yığmaq istəyirdim. Sonra düşündüm ki, yaxşı görünə bilərəm. Çünki donum da biraz üstdən bağlı olduğu üçün. Ona görə həmişəki kimi mənim həmişəki favori saç stilim yenə biraz üstünü yığdıq və qalan hissəsini açıq qoyduq. Mən saç və makyajımı çox bəyəndim. Bu arada rəylərdə saç və makyajım haqqında öz fikirlərinizi mənimlə bölüşsəz çox şad olaram. Və nəhayət geyimimi geyindim. Başladıq bir neçə şəkil və video çəkməyə. Bu arada nişanda bəy iştirak etmədiyinə görə, həmçinin evdə baş tutduğuna görə mən fotoqraf çağırma gərəyi duymadım və yaxşı ki də çağırmamışam. Zaten yetərincə gözəl şəklim və videolarım alanda. Gəldik evə, evdə də videoları əlavə etmək üçün bir-iki kadr çəkdik, hazırlıq aşaması kimi. Məncə çox gözəl oldu və yaxınlarımızla, öz qohumlarımla şəkillər çəkdirdik ki, birdən sonra vaxt qalmaz. Və oğlan evi gəldi, o ərəfləri çəkə bilməmişəm. Bu şirin çayım da artıq şirin çay hazırlanırdı. Şirin çayım da çox gözəl olmuşdu. Burada payladım artıq. Nişanlım olmadığı üçün üzüyümü onun əmisi oğlu taxdı. Nişanlım bu arada Rusiyadadır. Bu da mənim kayınmamimdir. Görürsünüz necə gözəldir. Burada artıq tortu kəsirəm, qızıllarım falan taxılır. Bu mənim nişan konfetimdir. Başqa model də var idi, onu əlavə etməyi unutmuşam və hər ikisini nişanlımın bacısı hazırlamışdı. Çox gözəl idi. Bunlar da mənim xonçalarımda. Xonçalarımın mirvari olmasını bəyəndim. Məncə həm dekor, həm xonçalarım geyimimlə falan tam uymuşdu. Siz də istəsəz öz fikirlərinizi bölüşə bilərsiniz. Mənlə bəyəndiniz ya yox. Bu meyvə səbətim, burada da geyimlər var qutuların içində. Bu isə artıq şirniyyat xonçalarıdır. Həddindən çox şirniyyat xonçası gəlmişdi. Sağ olsunlar. Sonda bütün xonçalarımın hamısını bir yerdə olan bir epizodda əlavə eləmişəm. Allah bütün sporlara daha gözəllərini nəsib eləsin və bu da deyəsən günün sonudur. Güllərim və özüyümlə eşq yaşayıram. Nişan səhər tezdən şəhərə gəldim. Burada butikləri çəkirəm ki, Zaqatalada həqiqətən yetərincə butik var, maşallah. Mən də gələcəkdə açmaq istəyirdim, amma artıq bu fikrimdən daşındım. Burada Expargo'ya getdim, çünki demişdim ki, bəzi məhsullarım gecikdi və onları xonçaya qoya bilmədim təəssüf ki. Burada gəlib dekorumun güllərini suya yığıram. Ən sevdiyim məşğuliyyətdir. Buket açmaq, gülləri suya qoymaq, vazaya yığmaq. Məncə bunu hər qız çox sevir və ağ gülləri ayrıca çox sevirəm. Mənə görə ən gözəl güllərdir. Burada da yenə bir unpacking videosu çəkirəm. Xonçalar üçün bəlkə də ən çox axtardığım məhsul fırçaydı. Könlümə yatan bir fırça seti tapmırdım. Tam tapdım, sifariş verdim. O da təəssüf ki gecikdi. Bu isə Elif Nuriyelin skrab və spreyidir. Həqiqətən çox möhtəşəmdir. Yəni normal spreylər kimi iyi o dəqiqə uçmur. Yəni günlərlə qalır. Mən çox bəyəndim və hər növündən də almaq istəyərəm. Xonçada bunlar da çox gözəl görünərdi, amma təəssüf ki qoya bilmədim və artıq yenidən Bakıya qayıdıram, Vitadayam. Burada yaxın qızlar gördüm və əlbəttə ki adət-ənənəyə sadiq qalaraq həmin hərəkət mütləq olunmalıydı. Sağollaşmaq üçün yeni video əlavə etməli oldum. Məndən bu qədər qızlar. Ümid edirəm ki bəyənmisiniz. İlk videolarım olduğu üçün bilirəm ki professional deyirlər, amma öz üstümdə çalışacağım ki hər şey mükəmməl olsun. Həmçinin səsləndirməm də ifadələrimin təbii olması üçün
silmədən danışmağa çalışdım. Sağ olun, özünüzə yaxşı baxın. İnşallah Allah hər kəsə öz sevdiyi ilə belə gözəl günlər qismət etsin. Öpürəm.